Salam, xoş gördük sizləri, əziz izləyicilər. Bugün növbəti şəhidimizi sizlərə tanıtmaq üçün bir ocaqdayıq. Həsənov Vaqif İskəndəroğlu ocağındayıq. 1973-cü ildə Mirəşəli kəndində anadan olmuş, 1980-ci ildə Bənövşələr kənd tam orta məktəbində təhsil almışdı. Vaqif həm də Xındırıstan Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnmişdi. Bizim sizə çatdıracağımız bu qədər. Ancaq mən istərdim ki, şəhidimizi daha da yaxından tanımaq üçün bacısı Almaz xanıma söz verək, şəhidimiz haqqında xatirələri və şəhidimiz haqqında öz sözləri ilə sizləri tanış etsin. Bir bacı üçün şəhid qardaşdan danışmaq çox çətindir. Evin böyük uşağı mən olmuşam, kiçik uşağı Vaqif olub. Vaqif əskəri o qədər şən, deyən, gülən, zarafatçıl uşaq olub ki, elə bil ki, gedəni də, ağlayanı da güldürən bir uşaq olubdur. Az yaşı olduğuna baxmayaraq Vaqifin çox ağıllı başlı, dərrakəli, belə özün yaşlı kimi bir adam kimi tanıdırdı. Qardaşımın əskər yaşı gəldi, çatdı. Atam dedi ki, Vaqif, bəlkə bu aspravka səni dayandıraq, sən bir aspravka qalasan. Dedi ki, yox. Bəlkə bir yaylıq dalasınız, bağlayasınız mənim boğazıma ki, sən qal, mən gedirəm vətəni qorumağa, mən gedirəm əskəri xidmətə, mən qalmıram. Dayı razılaşdılar bundan, getdi əskəri, 6 ay əskərlikdə oldu. Sonra onu gətirdilər döyüşə. Döyüşdə də Ağdərə rayonu Kasabet kəndində şəhid oldu. Allah rəhmət eləsin. Elə bir xatirələri olubmu ki, heç vaxtı o yadınızdan çıxmır? Niyə olmuyubdu? O qədər xatirələri olub ki, o qədər deyirdi ki, həmişə deyirdi ki, mən evin böyüyü oğul olsaydım, bu qardaşlarım deyir, Təliyib qırağa mən evlənərdim. Deyirdi ki, mənim həmişə xatırla mahnısı var, xatırla mənim mahnısı. Həmişə o mahnını çaldırın, o mahnı mənim mahnımdır. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Amin. Bir də belə müharibələri Allah göstərməsin. Cənab Prezidentimizə Allah qüvvət versin, dəmir yumruğun əski eləməsin, müharibəni uzaq eləsin bizlərdən, bizim cavanlardan. Belə günləri Allah heç bir bacıya qardaşa göstərməsin belə. Amin. Allah sizlərə də səbr versin. Mən istərdim ki, söhbətimizi Vaqif qardaşımızın qardaşı ilə, Niyaz qardaşımla davam eləyək. Ailədə neçə nəfər olmuşsunuz? Neçə uşaq olmuşsunuz? 8 uşaq, 4 qız, 4 oğlan. Amma onunla mənim aramda çox söhbətlər olurdu. Birdən gördüm ki, gəlirdi. Deyirdi ki, məsələn, plan yerə gedirsən. Deyirdi, sən getmə. Dünyətə getmirəm, mən getməliyim. Deyir, yox, sən get çayış, mən də gəlirəm. Yallah, mən qoy burada gedirdi, mənim işimi görməyə. Sonra deyirdim ki, nəyə gedirsən? Deyir, sən gedir, nə verəsən ki, hazır gedirəm də, cavan. Amma qaldı da bu kəndimizin arasında cavanları, ağsaqqalları, qocalar, onların arasında çox idi onun hörməti. Həqiqətən də çox idi. Əlindən hər bir iş gəlirdi, universal adam idi. Nə tərim versən, məsəl üçün, Libor texnikaya, Libor bir işə, qorxur ki, yox idi onda ki, mən bunu
eləyə bilmərəm, pis olaram, onda elə söhbət yox idi. Bir işə girişsə, o işi həmişə görür. Həmişə deyirdim ki, elə işə gir ki, gücü çatan olsun. Gülürdü, deyirdi ki, sən elə bilirsən. Dedim, yox, mən elə bilmirəm, amma gücün çatan, elə iş dərlər ki, gücün çatmaz, pis olarsan da. Deyir, mənim həmişə əlimdən iş gəlirdi. Hər işədə ki, canla yaxdıda bilirdi. Kəndimizdə bir xeyir olurdu, şər olurdu. Kimsə demirdi, ya gedək bu işi görək. Hamıdan qabaq düşürdü qabağa məsələsini gedirdi. Oradan nə varsa işlərimiz görüb hazır verdi. Qaldı ki, indi hamının arasında onun hörməti çox olur. İndi bizim bütün nətər ki, kənddə onun hörməti çox olur, kənd cəmaatının arasında. İndi bütün Azərbaycan onu tanıyır. Bəli, indi isə istərdim ki, Süleyman qardaşımızla söhbətimizi davam edək. Mənə elə gəlir ki, sizin ikinizin aranızda yaş fərqi az olur. Az, 73 oldu, 71 mənim. Olar ki, bir xatirələriniz olubdur, onu... Var. 92 ildə mənə çəkin gələndə dedilər ki, vaqibət gətirdi. Rəhmət yatamanam, bir də kiçik yerdən. Gedəsi olub Bakıya, onda Biləcərdədir. Getdik. Orada nələrdən sonra ümumiyyətlə Biləcərdə yerləşir onda. Getdik orada, dedilər ki, vaqib bir ural maşını xarab olub, onu düzəldir. Allah'ın olsun, o görüşə gələndə Boğazdan kimin mağazının içindəydi. Hətta rəhmət etmir ki, sən niyə sən ki bu maşını yoxsa, o mexaniklər var, texniklər var da. Deyil, yox, özünün həvəsi var. Atamın bir maskıcı vardı, nəysə bu şüşə sistemindəydi, nəydi bir nasazlık vardı. Demək, güzgünü qoydu yerə, birində yuxarıda. Elə şey ki, əl çatan şeydir. Onun elə o şuruplarını, hətta düzəltmişdi o maşını. Onun çox xatirələrimiz oldu. Deyil, nəysə, Günbərdə gedəndə ikimiz gedirdik. Heç ağır yerimizdəki Vaqif kimdir, Süleyman kimi. Allah səbr versin, Allah şəhidimizə rəhmət eləsin. Həmişə deyirdi ki, biz gəlirdik, gələn kimi tez yürürdük. Deyirdi ki, mənim atam deyirdi ki, həmişə deyirdi ki, bu oğlanların düzdür, o böyüyü, kiçiyi hamısı öz yerindədir, oğlan mənim oğlanlarımdır. Bunun üçün deyirdi ki, bu elə bilin ki, bu evdə ikinci böyükdür. Böyük yetmədi, ikinci böyükdür. Gəlirdi, bunu görən kimi deyirdi ki, İkinci böyük gəldi, ikinci böyük gəldi. Burada gülürdü, deyirdi ki, get buradan, deyir, hara gedin, ikinci böyüksən sən. Deyirdi ki, gəlir, deyir, zəng edirdi ki, Vaqif da evimizdə biraz böyümüşdü. Gələk gətirək səni, biraz uşaqların yanında dur, biz işimiz var. Deyirdi ki, hə, gəlin aparın. Bu gəlirdi, aparırdı, aparanda gəlirdi, deyirdi ki, qabaqcadan yeməyimizi qoyun bura, yiyeyim, sonra nə deyirsiniz, eləyim. Deyir, bu da deyirdi ki, yeməkdən qabaq hələ qoy işimizi görək, deyirdi, yox, yeyim sonra. Elə o qədər zarafatçıl idi, o qədər şən deyən, gülən idi ki, bütün hərəkətləri, bütün davranışı, bütün sözü, söhbəti ancaq ki, elə zarafatlar idi. Nə bilim, çox çətindir də, onların gedişatından danışmaq çox çətindir. Gəlirdi, bax bu şəkil, biri bacımın uşağıdır, biri rəhmətli qardaşımın uşağıdır. Alıb qucağına, bax onları elə ağladır ki, mən elə çəkin, şəkilimi elə çəkin. İndi bu uşaqlar hamısı böyüyür. Hələsi bir uşaq var. Bir ailə qurur.
Bu uşaqlar da böyüdü, hamısı ailə qurdu, onların da evlatları böyüyəcək. Vaqifin adın uşaqlarınızdan kiməsə Yox, götürməmişiz. Heç kəsin ürəyə gəlmədi. Götürmədik. Vaqifin adın rəhmətli atam özü qoymuşdu. Özü də heç məsləhət bilmədi. Ümumiyyətlə heç mənim atam deyirdi ki, bu böyüklərin adını götürmək mənə xoş gəlmir. Bizim hamıdan xəbərsiz, atamdan, anamdan da xəbərsiz Süleymanın oğlunun, Süleymanın qaynatası mənim atamın adını qoymuşdu. Həmişə ona deyirdi ki, biz qardaşıq, yoxsa sirdaşıq, adaşıq, qardaşıq, yoxsa sirdaşıq. Uşaq həmişə heylə sevirdi. Xoşu gəlmirdi. Deyirdi ki, o düşər-düşməz olur adlar. Ona görə xoşu gəlmirdi, istəmirdi. Deyirdi ki, mən istəmirəm də elə bir heylə adı. Şükür Allaha, öz adı düşdü qardaşımın uşağına. Neçə övladı oldu, bunların iki qardaşların ikisi də neçə övladları oldu, qalmadı hərəsinin, Allah dəyməsin bir uşağı var bunların bu ikisinin. O birisinin də 3 uşağı. Bəli, biz bugün daha bir şəhidimizlə Həsənov Vaqif İskəndəroğlu ilə əziz izləyicilər, sizləri tanış etdik. Şəhidimiz 92-ci ildə 19 iyulda Ağdərənin Kasabı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bəli, şəhidlər unudulmur. Və bugün bir daha növbəti bir şəhidimizlə tanış olduq. Allaha şükür ki, bu dəqiqə şəhidlərimizin artıq ruhu şaddır ki, torpaqlarımız azaddır, azad Qarabağımız var, azad Azərbaycanımız var və güclü ordumuz var. Və bu torpaqlar şəhidlərimizin qanı bahasına, qazilərimizin canı bahasına bu torpaqlarımız alındı. Prezidentimizin də qüvvəsinə. Bəli. Allah bütün ordumuza can sağlığı versin, qüvvət versin, ömür versin hamısına. Allah köməkləri olsun, müharibə görməsinlər. O kitabı Xoşgədəm Hidayət qızı mənim anama pay gətirdi, verdi. O kitabı özü ilə yatırdırdı, özü ilə durur, deyirdi, qızım gətirib mənə bunu. Gəlirdi, paslarına gəlirdi, görüş keçirirdi mənim anamla Xoşgədəm xanım. Növbəti şəhidimizlə sizi tanış etmək üçün sizdən ayrılırıq. Sizlə mən idim, Qorxmaz Qaradağlı və layihəmizin rəhbəri Arzu Quliyeva. Çox sağ olun, Allah razı olsun.